Salam əziz izləyicilər, bugün sizlərlə birlikdə Bandicamda necə oyun kayıtları əldə etmək olur, onu göstərəcəm əziz dostlar. İlk öncə Bandicamı açırsınız. Məndə açılıdır. Deməli, burada bu normal kayıt moddur, yəni istədiyiniz yerdə kayd edə bilərsiniz bununla. Lakin bir dənə oyunda kayd edə bilmərsiniz. Oyun kayd etmək üçün əziz dostlar, gəlirsiniz bura. Burada məsələn web kamera da var, mikrofon da var, fare basanda görünümlüyü de var. Orada renkləri ayarlayırsınız. Bəli, gəlirsiniz DirectX. Burada deyir ki, oyun kayıt modu DirectX kullanarak oyun ve video oynatıcıları kaydet. Burada herkes elə sanır ki, DirectX-ə ehtiyac var. Mən də əvvəl elə bilirdim, lakin sonradan öyrəndim ki, DirectX-ə ehtiyac yoxdur. Gəlirsiniz burada. Gəlirsiniz burada əziz dostlar, oyun logosunun üstünə basırsınız. Kontrolcü daha doğrusu. Burada FPS-i istədiyiniz yerə seçə bilirsiniz. FPS-i limitini də koyursunuz istədiyiniz kimi. FPS konumu, qısa yol tuşu konumu, bunların hamısını aktiv eləməlisiniz. Bəli. Sonra gəlir video bölümünə. Videoda kaydet durdur qısa yol. Mən burada tabı seçmişəm. Siz burada istədiyiniz məsələn Backspace'e bastım, backspace oldu. Yaxşı, backspace elə. Siz burada istədiyiniz klavişi seçə bilərsiniz də. Görüntü, burada görüntünü ayarlayırsınız falan. İndi isə əziz dostlar, bunu bir dənə yoxlayaq. Bandicamı belə açıq saxlayırsınız və bir oyuna girirsiniz. Mən Half-Life-ə girəcəm. Ürəyimdən elə keçdi, bəli. Half-Life çox qəşəng oyundur. Burada deməli FPS gəlir. Yuxarıda yaşıl rəqəmlərlə yazılmış FPS gəlir. Burada əziz dostlar, mənim normal indi həqiqi həyatda gördüyüm backspace basanda qırmızı olacaq. Lakin sizdən backspace basanda mən kayd eləyirəm deyə yaşıl görünür də. Yəni əslində qırmızıdır bu. İndi düşünün ki, bu qırmızıdır. Yine backspace'e basanda bu yaşıl olur. Yaşıl olursa deməli durdurulur. İndi isə baxaq videomuz kayd olundu mu, olunmadı mı? Burada deməli gəlirsiniz. Bəli, bu gördüyünüz kimi son çəkdiyim video. Baxın, gördüyünüz kimi kayd olundu. Gördünüz. Bir də əziz dostlar, Bandicamın lisansını satın almamışsınızsa, onu da 1-2-3 dolardır. Onu da almalısınız. Almağa gerek yoxdur əslində. Amma yəni lazımlıdır da bəziləri üçün. Bəziləri üçün lazımdır. Oyun kayıt modunda da lisans satın almalısınızsa 10 dəqiqə olacaq. Kayıt eləyəcək. Normal kayıt modunda da 10 dəqiqə. Bunu kaldırmaq üçün bir kaymakamdan falan istifadə edə bilərsiniz. Lakin elə virus şey eləməyin. Tövsiyə eləmirəm. Bir de əziz dostlar, Bandicamın qardaşı olan bir proqram, rəsmən qardaşı olan Bandicoot. Bu proqramı açırsınız əziz dostlar, sizə bunun da özəlliklərini göstərəcəm. Bəli, açıldı. Burada həm videoları kəsib, həm burada redaktə eləyə bilirsiniz. Bunları ayıra bilirsiniz, həm də birləşdirə bilirsiniz videolar. Rəsmən Bandicamın qardaşıdır bu, deyə bilərəm. Bəli əziz dostlar, videomuz bu qədərdir. Digər videolarda görüşmək üzərə. Bay bay.